Xırdalan şəhərində 44 yaşlı kişi keçmiş arvadına xəsarət yetirib. Məlumata görə hadisə bu ilin yanvarın 7-sində Abşeron rayonu Xırdalan şəhərində yerləşən Ağpark yaşayış kompleksində baş verib. Belə ki, 1982-ci il təvəllüdlü Aqillə məhkəmə qərarı ilə boşandığı, amma birlikdə yaşadığı keçmiş arvadı Gülarə ilə mübahisə edib. Mübahisənin səbəbi isə Gülarənin ona evə gec gəlməsi, habelə 2013-cü il təvəllüdlü azyaşlı övladlarına paltar almaması ilə bağlı irad bildirməsi olub. Mübahisə zamanı o qadına əl və yumruq zərbələri vurub. Həmçinin boğazından sıxaraq boğmağa cəhd edib. Faktla bağlı ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunub. Aqil məhkəmədə təqsirini etiraf edib, ziyanı ödədiyini və tərəflərin barışdığını bildirib. Zərər çəkmiş qadın da şikayətçi olmadığını deyib və onu bağışladığını qeyd edib. Məhkəmənin qərarı ilə Aqil Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunub. İşə xitam verilib.